Heç kim ideal deyil, nə kişi, nə xanım. Əgər ideal axtarışındayıqsa, onda ailə davamlı olmayacaq. Bunu bilsinlər. Hamının eybi var, həm kişinin, həm xanımın. Bir-birinin eyblərinə, yenə də deyirəm, o eyb ki, o dözüləndir. Dözülməz eyblər var, o məlum məsələdir orada. Misal üçün, dözülməz eyblərdən biri. Kişi hər gün gəlir, həyat yoldaşını döyür, söyür, təhqir eləyir, vurur. 1 gün, 2 gün, 3 gün, 5 gün, 5 ay. Bu dözülməz həddir. Burada artıq o xəstəlik məsələsidir. Xanım tərəfdən də həmçinin saymır həyat yoldaşının və s. belə axır. Dərinliyinə getmirəm. İdeal heç kim axtarmasın. Bu ideal axtarışı harda yaranır kişilərdə və xanımlarda? Seriallarda, filmlərdə. Bəzənmiş, cilalanmış bir xanım göstərilir, obraz göstərilir. Həm kişidə yaraşıqlı bir oğlan, çox imkanlıdır, böyük bir biznesə sahibidir. Xanımlar o oğlan axtarışındadır, kişilər də o cür xanım axtarışındadır. Təbii ki, o obrazlarda olan ailə modeli çox az yerdə var. Cəmiyyətin bütün hamısı, lap inkişaf eləmiş ölkələrdə belə, ən varlı ölkələrdə belə insanların hamısı böyük imkana sahib deyil ki, böyük var dövlətə sahib deyil ki, yaraşıqlı deyirlər ki.